Salam hər kəsə. Səhifəmizdə olan bu iki fənər gəlin müqayisə edək. Solda olan fənər sensorlara malikdir və əl hərəkəti ilə yandırıb söndürmək olur. Yan hissədə burada şarj yeri və düyməsi yerləşir. Sensor aktivləşdirmək üçün düyməni sıxırıq. Artıq sensor aktivdir. Əl hərəkəti ilə yandırıb söndürürük. Aşağıdakı düyməyə də aiddir. Əlavə olaraq yan hissəsində maqniti var. Hər ikisi tam şarj edildikdən sonra 1 saat ərzində rahat istifadə etmək olur. Bu fənər isə çox funksiyalı fənərdir. Bu qaydada çıxarda bilirsiniz. Hər iki model baş fənəridir. Deməli, buradan tənzimlənə bilir bu qaydada. Kəmərdən çıxarda bilirsiniz kepkaya qoşmaq üçün. Əlavə olaraq da buradan çıxardaraq plastik vasitəsilə masa üstü lampaya çevirmək olur. Və yaxud da maqnitli arxa hissəsi olduğu üçün metal lövhəyə yapışdıra bilirsiniz və yaxud da yuxarı hissədən hansı bir yerdən asa bilirsiniz. İşığına baxaq. Masaüstü lampa kimi istifadə oluna bilər və yaxud da asa bilərsiniz haradansa böyük bir yerdən. Çıxartdıqda isə yandakı ledlər hal-hazırda kifayət qədər güclü işıqlanması var. Tam şarj etdikdən sonra 2 saata yaxın dayanmadan istifadə etmək olur. 1 saat yarım ərzində. Mərkəzdəki ledi təxmini olaraq 60-70 metr məsafə qədər vura bilir. Balaca bir ölçəyə malik olmağına baxmayaraq kifayət qədər uzaqlığa vura bilir. Əlavə olaraq qırmızı işığı da var. Bu fənərdə qırmızı işıq yoxdur. Sizcə hansı fənər sizin işinizə daha uyğundur?